32 yıl bundan önce Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda vermiş Fuad Cəfəroğlu'nun bugün nəşrini dəfn ededik. Dövlətimiz tərəfindən daim Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda vermiş şəhidlərimizin xatirəsi daim əbədi saxlanılır qəlblərində və ehtiramla yad olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Bugünkü nəşrini dəfn edədiyimiz Fuad Cəfəroğlu'na Allah'tan qohumlarına, ailəsinə səbir diləyirəm. Hamımızın başımız sağ olsun. Allah rəhmət eləsin. Zəhmət çəkdiyimiz üçün hamınıza təşəkkür edirəm. Hər birimizin vətəndaşlıq borcumuzdur. Hamısının köməyi olsun. Hamınızın. Hər birimizin borcumuzdur ona. Allah rəhmət eləsin. 32 illik həsrət belə sonlandı. Yenə də şükür bu günlərə. Bu həsrətdə beləcə qovuşdu. Artıq şəhidimizin, doğmalarının gözləri yolda qalmaz. Şəhidimiz bugün ata-anasına qovuşdu. Ata-anası da cənnətlikdir. Haq dünyasındadılar. Allah ruhlarını şad eləsin. Allah rəhmət eləsin. Allah doğmalarına səbir versin.